Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda sənədi çıxarış olan, yəni evin öz sənədi qeydiyyata düşmək mümkündür. Asan xidmətdə alqı-satqıya gedən sənədli koridor proyektli bir zal, 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən deməli zalındayım. Zalın ölçüsü 4'ün 6'yadır. 2 qat kubiklə örülüb, təmirlidir. Demək kürsülüdür. Bax bura zalını göstərdim. 92,6 kvadrat metrdir ümumi sahəsi. Yəni 4 sotun içərisində yerləşir. Burası otaqlardan biridir. Buranın ölçüsü isə 4'ün 5'ədir. Deməli bu həyət evi harada yerləşir? İndi mən otaqlardan birini də göstərirəm sizə. Bura 3'ün 4'ədir. Yəni 2 otaq 3'ün 4'ə, biri 4'ün 5'ə, bir zal isə 4'ün 6'yadır. Koridor proyektlidir. Koridorun uzunluğu 6, eni isə 2 metrə yaxındır. Burası isə deməli 4-cü otaqdır. Bax belə bir həyət evinin qiyməti, təkrar edirəm, sənədi çıxarışdır. Yəni evin öz sənədi 92,6 kvadrat metrdir. Qiymətim 98.000 manatdır. Ancaq onu da deyə bilərəm ki, mən bildiyimə görə qiymətində razılaşma olmalıdır. Burası isə deməli mətbəxidir. Mətbəx mebeli evdə qalır. Kamerası var evin. İnternet xətti hal-hazırda işlək vəziyyətdədir. Burası isə hamamıdır. Deməli bax hamamı gördüyünüz kimi təmirlidir. 25 tonluq baseynisi var. İndi mən onu sizə göstərəcəm. İndi isə koridorunu sizə göstərirəm. Bax gördüyünüz kimi sol tərəfdə deməli hamam, sol tərəfdə yenidən otaqlar, 2 otaq, qarşıda zalını görmək mümkündür. Burası isə 4-cü otaqdır. Burası isə deməli mətbəxidir. İndi isə navesin alt hissəsinə keçirəm. Deməli bu həyət evi harada yerləşir? Gəncə şəhərində yeni, eyni zamanda təzə Şəmkir avtovağzalından bax bu həyət evinə qədər konkret avtobusların dayandığı yerdən bu həyət evinə qədər olan məsafə maksimum 300 metrdir. Bundan başqa deməli Gəncə Şəmkir avtomagistral yolundan bu həyət evinə qədər olan məsafə isə maksimum 100 metrdir. Yəni 100 metr. Bax həmin deməli avtomagistral yolunu yəqin ki tanıyırsınız. Bax həmin yoldan eyni zamanda bax oradan deməli həmin avtomagistral yolla bu həyət evinə qədər maşın yolu da var. Onu da deyə bilərəm. Gədəbəy kafesinin yaxın bir ərazidir. Bax bu sözü dedim. İndi isə mən sizə darvazadan giriş hissəsini göstərirəm. Navesin alt hissəsini görürsünüz. Bax dediyim kimi kamerası var. Bundan başqa bəzi deməli elektro aparaturaların hamısı dəyişib. Eyni zamanda pitiminutka dəyişib. Hamamda yəni təzədir. Dəyişib deyilən bir balaca başqa cür deyə dedim bu sözü. Təzədir. İndi isə mən sizə baxını göstərirəm. 3 tonluqdur. Bura isə bağçasıdır. 3 tərəfdən deməli hündür barısı var. Həmin 25 tonluq baseynisi bax buradır. Bax qarşıda görürsünüz. İndi isə yenidən mən sizə bağçasını göstərirəm. Eyni zamanda evin üst hissəsini görmək mümkündür. 26 ədəd ağac növü var cürbəcür. Qarşıda isə deməli siz yarım tikilini görürsünüz. Bax belə bir yarım tikilidir. Bax belə bir həyət evinin qiyməti 98.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Sənədi, bax evin öz sənədi çıxarışdır. Kupçadır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bax belə sizlərə uğurlar.